Salam hörmətli izləyicilər, bugün sizə bu il MİQ imtahana düşmüş ibtidai Azərbaycan dil sualını izah etmək istəyirəm. Qeyd edim ki, bu il həm ibtidai MİQ və həm də sertifikasiyaya düşmüş Azərbaycan dil suallarını WhatsApp kanalımıza paylaşmışıq. Siz də YouTube postundan keçid edərək qoşulub işləyə bilərsiniz, özünüzü sınaya bilərsiniz. Bu sualı bir izləyicimiz xahiş etmişdi. Hansı sözün tərkibində verilən leksik şəkilçi səhv göstərilib? Bizə lazımdır. Leksik şəkilçi səhv göstərilsin. Meydança sözündə ça leksik şəkilçidir, doğrudur. Qızartı, qızarmaq, qızartı, bu da doğrudur. Məktəb, li leksik şəkilçidir, doğrudur. Köməklik, leksik şəkilçidir, doğrudur. Dağıntı sözün kökü isə dağ ola bilməz. Dağıntı sözü sadə sözdür. Burada ıntı şəkilçi, leksik şəkilçi olmadığı üçün yanlış cavab oldu. Y bəndi.